Salam, hər birinizi yeni test izah videosuna xoş gördük. Test izahımız DİM test toplusu 2025 birinci hissə hidrogen oksigen su bölməsinin ətraflı yazılı cavab tələb olunan tapşırıqları olacaq. Vaxt itirmədən keçirik birinci izaha. 42 litr oksigenin normal şəraitdə ozona çevrilməsi zamanı ümumi həcm 30 litr olmuşdur. Alınan qaz qarışığında oksigen həcmini və ozonun həcm payını faizlə hesablayın. Alınan qaz qarışığı deyirsə, yəni oksigen tam reaksiya daxil olmuyor. Reaksiya tənliyini biz yazırıq. Oksigen ozona çevrilmə reaksiyası budur 2-3 və qaz 42 litrdən 30 litrə gəlib. Bu tip qarşı reaksiyaları, bu tip məsələləri siz azalma və artımla eləyə bilərsiniz. Görürük ki, qaz 42-dən 30 litrə gəlir. Yəni 12 litr azalma var. Bunu yazırıq. Yuxarıda bir küncdə 12 litr azalma. Bu azalmaya görə biz reaksiya neçə litr oksigen reaksiya daxil olub, neçə litr ozon alınıb, bunları hesablaya bilərik. Təbii ki, nəzəri hissəni yazarıq. Nəzəri olaraq əmsal nisbəti, həcm nisbəti kimi baxsaq, 3 litr oksigen reaksiya daxil olduqda 2 litr ozon əmələ gəlir. Yəni, belə düşünün də, bir qabın içində 3 litr reaksiya daxil olan oksigen tamamilə bitir, yerinə 2 litr ozon əmələ gəlir. Və bu zaman 3 litr oksigen bitib, yerinə 2 litr ozon əmələ gəlirsə 1 litr azalma olur. Bir də təkrar edək. 3 litr oksigen tam sərf olunanda 2 litr ozon əmələ gəlir və 1 litr azalma olur. Bəs 12 litr azalmada neçə litr ozon əmələ gəlib? Burada oksigenin hesablamağa ehtiyacımız yoxdur. Bu məsələ üçün ehtiyac yoxdur. Amma ola bilər hansısa bir məsələ üçün istəsin. Y çarpazdan baxsaq 24 litr edir. Deməli, 30 litr ki, deyir qaz qarışığı alınıb. 30 litr qaz qarışığı bu alınan O3 və reaksiya sərf olunmayan 42 litrdən artıq qalan O2-dir. Cəmi 30 litrdir. Biz tənasübdən 24 litr ozon alındığını tapırıqsa, cəmi 30 litrsə 6 litrdə O2 artıq qalır. Alınan qaz qarışığında oksigenin həcmini litrlə 1-in cavabı 6-dır. 6 litr. Və ozonun həcm payını faizlə hesablayın. Ozonun həcm payı, ozonun həcmini bölürük qarışığın, alınan qarışığın ümumi həcminə vururuq 100-ə. Soruşulan bölümü 80%. İkincinin də cavabı 80% olacaq. Keçdik növbəti ikinci suala. Bərk qalığın kütləsinin zamanla asılıq qrafiklə əsasən 101 qram kalium nitrat qızdırıldıqda bərk qalığın kütlə zaman qrafiki verilmişdir. Tabir anı üçün parçalanan duzun kütləsini və ayrılan oksigen qazının həcmini litrdə hesablayın. Deməli, kalium nitrat parçalandıqda kalium nitrit və O2 alınır. Bura 2, bura 2 atırıq. Bərk qalığın kütlə zaman qrafikindən ilkin bərkdən alınan bərkə çıxsaq, qalan bərkə çıxsaq, bu eləyir 101 çıxılsın 93, 8 qram. Deməli, bərk qalıqda 8 qram azalma olur. 8 qram azalmanı yazaq bir kənara. Bəzən gətirib bunu həmən oksigenin üstünə yazırlar. Bəli, bəzən düz çıxır, bəzən yox. Amma mənim sizə təklifim nədir? Nəzəri olaraq baxdıqda ilkin bərkdən son bərkə çıxın, yerdə qalan hissə bərk qalığın kütlə azalması olacaq. İndi burada ilkin bərklə son bərk arasında fərq elə oksigen kütləsi eləyir. Amma elə vaxtda olacaq, elə məsələlərdə olacaq. Bu olmayacaq. Ona görə bərk qalıq azalması bərabərdir. İlkin bərk çıxılsın son alınan bərk. Bu bizim nəzəri baxışımız olacaq. Yaxşı. Burada oksigendir təbii ki. 8 qram onun üstünə yaza bilərik burada. Parçanın duzun kütləsini istəyir. 8 qram oksigen alında x qram parçalanar. 32 qram alındıqda 2 vur 101 qram parçalanar. 4 dəfə azalar. 202-ni də 4-ə bölsək 50,5 qram edir. Deməli, 50,5 qram kalium nitrat parçalanır. və ayrılan oksigen qazın həcmini istəyir. 8 qram oksigen alınıb da 8 qram oksigen
X litrdir. 32 qram 22,4 litrdir deyib 5,6 litr cavabı tapa bilərik. İkincinin də cavabı 2 qoymayıblar heç. İkincinin də cavabı 5,6 litr olacaq normal şəraitdə. Üçüncü sual. M qram kükürt və M qram brom sərf olunan hidrogenin mol miqdarı, reaksiya məhsulunun mol miqdarı, nəsə AB filan nisbət istəyir. H2 plus S, H2 salınır. H2 plus brom 2. H brom alınır. Bunu qara yazaq. 2H brom alınır. Kükürt S, brom M yazmaq vacibdirmi? Xeyr. Siz bunları eyni kütləyə gətirə bilərsiniz. Məsələn, kükürt 32-dir. Bir şey eyni kütləyə gətirməmiş. Birinci özündə olana bax. 160-dır. Onun hər ikisini 160 götürə bilərəm. Onsuz da nisbət istəyir də məndən. Konkret demir ki, hidrogen neçə moldur. M qram verib onu onsuz da deyə bilməz. Nisbət istəyə bilər. Konkret bir qram versə, neçə mol hidrogenin konkret reaksiya daxil olduğunu tapa bilərik. Amma bir M verib, məhsul veribsə, bunları da məhsul şəklində saxlayıbsa, mən sadəcə nisbət hesablaya bilərəm. Onda istənilən kükürt və brom kütlələ bərabərliyi götürsəm, eyni cavablar alacağım. Hərəsinə 1 qram da desəm eyni cavab alaram. Hərəsinə özüm üçün rahat olan bir hesab da desəm eyni cavab alaram. Məsələn, mən rahat hər ikisini 160 qrama gətirmək. 160 qrama gətirdikdə 5 mol kükürt götürmüş oluram. 1 mol da brom 2. Gedirəm üstünə yazıram. 5 mol kükürt ilə nəzəri olaraq 1 mol kükürt ilə 1 mol hidrogen reaksiya daxil olur və 1 mol H2 salınır. 5 ilə də 5 olacaq. Yəni bu X, bu da A. Brom 1 moldur. 1 mol nəzəri olaraq 1 mol hidrogenlə reaksiya daxil olur və 2 mol H brom alınır. Mən şərtdə də 1 mol götürmüşəmsə, burada şərtlə reaksiya üst-üstə düşür. Y 1-dir, B də 2-dir. İndi X bölü Y nisbətini istəyir. X bölü Y 5. Birin cavabı 5. A bölü B istəyir. 5 bölü 2, 2,5. 2-nin də cavabı 2,5-dir. Üçüncü sual. Bu izotopların olduğu nəzərə alsa, ən ağır oksigen O2, ən ağır isə O8 ilə hesablayır, 36. Ən yüngül ozon O3-ü də 16 ilə hesablasaq, 48. Bunu ətraflı yazıb, niyə sırayı bunları? Deməli, sonra metal sinkdir. Reaksiya daxil olduğu maddələr bu. Ayrılan qazın həcmi litr ABS. Cəmisi sual. Bunları artıq miqdarda desəydi daha yaxşı olardı. 1 mol sink artıq miqdar natrium OH H3/4 H2SO4 fərqi yoxdur. Ayrılan hidrogen deyirsə və metala görə hesablama aparmağımızı istəyirsə, valent böl 2. Hidrogen molu valent böl 2 olacaq. Yəni hər biri 11,2 olacaq. 11,2 olduğuna görə də 11,2-ni 3-ə vursaq 33,6. Birin cavabı 33,6. Sulfat durusu ilə də sink durudur. Elə qatı da fərqi yoxdur. Z-ni SO4 verir ki, bu da sink sulfatdır. 6-cı sual. Barium peroksidin qatı sulfatla reaksiyasına O3 alınır. H2O2-dən burada O2 alınır. X ilə Y adlandırır. Ozon oksigen. Bu O3 olsa, deməli, kalium OH, yod və oksigen alınır. Sonra bura baxırıq. Deməli, kalsium karbidi su ilə reaksiya salıb, M qram bu, X qram bu, buradan gəlib belə Y qram M-1 reaksiya təlini yazın, əmsallaşdırın, yazın. Kalsium karbid su ilə reaksiya daxil olduqda kalsium hidroksid və asetilen alınır. Əslində, test izahını burada başlamaq məqsədi onu götürürdü ki, mənim öz hazırlığımda qruplar buradadır, bəzi qruplar buradadır. Onlarla adekvat olsun deyə ətraflı yazını yazdım. İndi deyirəm, digər qruplara, digər şagirdlərə də, başqa tanımadığımız şagirdlərə də faydası olacaq. Deməli, bu X qram, bu M qram, alınan qaz asetilendə M-5 qram. Bura nəzəri olaraq 64-dür, su 18-dir, 2-yə vursaq 36-dır, asetilen də 26-dır. Və burada siz belə bir tənasübü hesablaya bilərsiniz təbii ki, amma daha yaxşı olar ki, bunu yox, fərqə baxın.
M-5 isə fərqi baxmağa vadar edə bilər. Su və asetlenin şərtə görə kütlələr arasında 5 qram fərq var. Nəzəri kütlələr arasında 36-26, 10 qram fərq var. Və bizdən nə istəyir? M istəyir. Bax, belə bir tənasüb qura bilərsiniz. M-də 5 qram fərq yaranırsa, M qram su tam reaksiya daxil olduqda 5 qram su daxil olursa, reaksiya tam getdiyini də demir, amma nə isə də. 36 qramda isə 10 qram. 2 dəfə azdır. Deməli, M18-dir. Və asetlenin X-ı da istəyir, yenə də. Bu nisbət nədir? 5-10-dur. Yəni 1-in 2-yə nisbətdirsə, deməli, yuxarıdakı rəqəmlər aşağıdakılardan 2 dəfə azdır. X da 32 eləyəcək. 18 və 32. Daha doğrusu 32, 18 və bəli 32. 8-ci sual. Deməli, buradan oksigen gəldi, getdi, gəldi filan. Reaksiya tənliyi yazın və əmsallaşdırın. O2, O3-ə çevrilir. 2, 3. Reaksiyanın praktik çıxımı 20% olarsa, yəni bu qabdan keçirilən 0.6 mol oksigenin sadəcə 20% reaksiya daxil olur. Yəni 0.6 yazıb, çıxımı həmişə demişəm, ilkinin üstünə yazın. Vur 0.2, 20% 0.2 deməkdir. Alınan ozonla neçə litr adi suyu təmizləmək olar? Görə elə neçə mol ozon alınır. Və deyir, suyun 1 litr təmizlənməsinə 4 mg sərf olunur. Qramla tapaq bizdə. 3 mol oksigendən 2 vur 96 qram, yox 48 qram. Yuxarıya x qram. Deməli, bunu bir dənə hesablayacağım. Bununla bu getsə, burada 0,2 qalar. 0,2 vur 0,2 vur 96. Bu eləyir 3,84 qram. Deməli, 1 litr suyun təmizlənməsinə, 1 litr suya 4 milliqram O3 sərf olunursa, neçə litr suya bəs? Biz 384 qram tapmışıq. Bunu 1000-ə vursaq, milliqrama gətirmək üçün. 3840 milliqram olar O3. Bu da 960 litr su eləyir. 10-cu, 9-cu sual. Deməli, O3 gəldi. Bu kalium yod reaksiya təmizləmişsən, reaksiya daxil maddə tamam. Kalium yodun ilk öncə O3 ilə reaksiyası və su. Burada yod, kalium hidroksid və O2 alınır. Deməli. Əmsallaşdır. Burada bir 2 atsaq, burada 2 atsaq. Hidrogen 1, 3 o da 1, 4, 2, 2, 4 düzəldi. 0,2 mol ozon. 200 milli x molyar. Bu qatılıqdır, bu da həcmdir. S ilə V verəndə mol tapırdıq. Amma bir şərtlə ki, millini litrə gətirməliyik. Deməli, bunları bir-birinə vururuq. Nü bərabərdir SV, S, X, V, 0,2. Deməli, burada 0,2x mol kalium yod olub. 0,2x mol. X hesablayaq. 1-ə də 2. Çarpazdan x-i tapacaq. 0,2-lər getsə, x bərabər olacaq 2 mol. Bölü litr. X 2 oldu. 10-cu sual. Kalsium hidrid kütləsi M su ilə reaksiya alınan bu M+16 görürsünüz. Bu artıq fərq deməkdir. Yaxşı. Kalsium hidridin su ilə reaksiyasını yazaq. Əslində mən məsələn su ilə tam reaksiyasını istəməsəydi heç yazmazdım. Ətraflı yazı olmasaydı heç yazmazdım. Götürüb sadəcə bundan buna fərqə baxardım. Daha rahat olardı. Amma istəyir deyə məcburuq yazaq və ətraflı yazıda məcbursuz yazasınız. İstəməsə belə. Situasiyada məcbursuz tam reaksiyanı yazasınız. Yəni orada sxem qura bilməzsiniz. Yazdıq. Bu M qram, bu da M+16. Tam reaksiya gedib. Reaksiyanın alınan kalsium tam. M hesablayın. Fərq, baxın. Bu 42-dir, bu 74. Aradakı fərq 74 çıx 42, 32-dir. M+16-dan da aradakı fərq 16-dır. 16 qram fərq yarandıqda M qram reaksiya daxil olur. 32-də 42,
2 dəfə azdır. 1 bölü 2. Deməli 42-ni də 2 dəfə azaldacağıq 21. M 21 oldu. Qutardı, getdi. 11-ci sual. Tərkibi, qarşılığın tərkibi budur. İkisi ümumi kütlə 25 qramdır. Hidrogen reaksiya alınan suyun kütləsi 4,5-dir. Təbii ki, mis oksid su ilə hidrogenlə reaksiya daxil olur və su burada alınır. Mən gətirib 25 qram mis oksidin üzərinə mis 2 oksidin üzərinə yaza bilmərəm. Amma 4,5 qramı suyun üzərinə yaza bilərəm. Çünki 25 qram bu ikisinin kütləsini ifadə edir. Amma 4,5 qram sadəcə bir reaksiyadan alınır. Bu reaksiya. Qarşının tərkibindəki mis 2 oksidin kütlə payını hesablayaq. Hesablayaq da. Bunun üçün qarşının içindəki mis oksidin kütləsini tapmalıyıq və sonraki bərk qalığın kütləsini qramla hesablayın. Deməli, misi də tapmalıyıq. 18-ə, bura 64, bura 80-dirsə, 4,5 neçə dəfə azalıb? 18-i 4,5-ə bölsək, 4 dəfə azalıb, 64-ü 4-ə bölsək 16, bura 20. Deməli, artıq miqdar hidrogen götürülübsə, mis 2 oksid tam reduksiya olunur. Demək ki, bu qarşının içində 20 qram mis 2 oksid, 5 qram da mis var imiş və mis 2 oksidin kütlə payını istəyirsə birincidə, bu soruşulan bölü ümumi 20 bölü 25 vursun 100. 80%. Və reaksiyadan sonraki bərk qalığın kütləsini istəyirsə, reaksiyadan sonraki bərk qalıq alınan 16 qram mis alınan və artıq qalan 5 qram mis də reaksiya daxil olmayıb, sadəcə artıq qalan bunların cəmi olacaq 21 qram. Bu da 21. Bundan sonrası köhnə topluda olan suallardır. Əslində mən həmin videonu buraya yerləşdirə də bilərəm. Sadəcə izah edəcəm, yəqin ki, o izah tam olsun. 12-ci sual. N2 və hidrogen qarışıqda qazların ümumi mol miqdarı 21 moldur. Reaksiyadan sonra qarışıqda qazların ümumi mol miqdarı 15-dir. Yəni, qaz qarışığında litr, mol, artım, azalma olsa, bunu azalma kimi baxıb məsələn əldə edə bilərsiniz. Hidrogen və azot arasında reaksiya baş verən reaksiya zamanı azot tam reaksiya daxil olur. Hidrogenin neçə faizin reaksiya daxil olduğunu və reaksiyadan sonraki qaz qarışığında amoniakın həcm payını hesablayın. Yəni 2 plus 3H2 yazırıq. 2NH3. 1 mol azot ilə 3 mol hidrogen tam reaksiya daxil olub bitdikdə yerinə 2 mol NH3 yaranır. Bu da, bunlar moldur. Bu da ümumi molun 4 moldan 2 mola gəlməsi, yəni 2 mol azalma deməkdir. 2 mol azalma deməkdir. Şərtə görə isə 21-dən 15-ə gəliş var. Təbii ki, bu 21-in içində nə qədər hidrogen var, nə qədər azot var, bilmirik. Və buna görə də 21-in nə qədər hidrogen, nə qədər azot olduğunu bilmək üçün üstlərini də yaza bilmirik. Nə eləyə bilərik? Azalmanı görə bilirik. 21-dən 15-ə 6 mol azalma var. Məsələn, 6 mol azalma, bu dəqiqdir. 6 mol azalmada neçə mol amoniak alınıb, neçə mol hidrogen reaksiya girib, neçə mol azot reaksiya girib tapa bilərik. Baxırıq, 3 dəfə artımdırsa, 3 dəfə artım, 6 mol deməli amoniak yaranıb. Bax, bu reaksiyadan sonra qarışıqda qazlar deyir. Bunun içində 6 mol NH3 var. Çünki dəqiq reaksiyadan sonra amoniak var. Çünki alınan qazımız amoniakdır. 9 mol hidrogen sərf olunub. Və belə çarpaza görə baxsaq, 3 dəfə çox, 3 mol da azot sərf olunub. 3 mol da azot sərf olunub. Və bizə deyirdi ki, azot tam reaksiya daxil olur. Deməli, 21 mol N2 və H2 qarışığının içində 3 mol azot reaksiya giribsə və bu tam sərf olmazsa, demək cəmi 3 mol azot olub. 21-dən də 3 çıxsaq, bu da eləyir 18 mol deməli hidrogen olub. Hidrogenin də 9 molu sərf olunubsa, 9 molu artıqdır. Və bizdən nələr istəyir? Hidrogenin neçə faizin reaksiya daxil oldu? 9 mol sərf olunub 18-dən. 9 bölü 18 vur 100. Bu eləyir 50%. 50%. Və reaksiyadan sonraki qaz qarışığının amoniakın həcm payını hesablayın. Reaksiyadan sonraki qaz qarışığı 15 moldur.
Təbii ki, bunun 6 molu amoniak, 9 mol da hidrogen olduğunu bilirik. Həcm payı mol payıdır. Soruşulan bölünmü. Soruşulan amoniakın mol payıdır, həcm payıdır. Yəni 6 böl 15 vur 100. Bu da səhv eləmirsə 40% eləyir. 40%. İkincinin cavabı 40-dır. Sonra 13-ə baxırıq. Hidrogen və oksigendən ibarət 64 qram qaz qarışığına 7 mol oksigen əlavə edilən zaman guruldayıcı qaz qarışığı əmələ gəlir. İlkin qaz qarışığında neçə qram oksigen olduğunu və alınan qaz qarışığında qazların ümumi mol miqdarını hesablayın. 64 qram qaz qarışığı var. Qaz qarışığı. Bunun içində hidrogen var, bir də oksigen var. Əslində bunun içində də guruldayıcı qaz qarışığı var. Yəni belə deyim də, gəlin bu məsələni bunların düşündüyü kimi eləyək. İlkin burada bunların elədiyi kimi, bunların düşündüyü kimi. İlkin burada nə qədər hidrogen, nə qədər oksigen olduğunu yazaq və onun içindəki guruldayıcı qaz qarışığını mən göstərim sizə. Deməli, 64 qramın içində nə qədər hidrogen, nə qədər oksigen var bilmirik. 7 mol oksigen əlavə olunub. 7 mol. Və bu da 7 vur 32. 224 qram edir. 224 qram O2 əlavə olunur. 64 qram ilkin H2O2 qarışığına 224 qram oksigen əlavə eləsək, toplam qarışıq 288 qram olar və buna deyir ki, bu guruldayıcı qazdır. Guruldayıcı qazda 2xH2 və XO2 var idi. Yəni kütlə olaraq 4x hidrogen, 32x O2 və 64x qram da qarışığın ümumi kütləsidir. Biz bu qarışıqda x'lar fərqli ola bilər. 1 də ola bilər, 2 də ola bilər, 1000-də 1 də ola bilər, 100-də 1 də ola bilər. Fərqi yoxdur. 64x-i bərabər edirik 288-ə görə elə bu guruldayıcı qaz tərkibinin bu qazlar hansı mol nisbətindədir? X bərabər olur 4.5. 4.5. Bir dəqiqə. 4x, 32x, bu 36x edir. Üzrü sayın. Necə mən 64 almışam bu? 8. X bərabər 8. Deməli. Biz 4x hidrogen dedik. Daha doğrusu 2x mol hidrogeni, molca 2x hidrogen demişik. Kütləcə bu moldur. Molca, bura kütlədir. Kütləcə 4x hidrogen var, 32x oksigen var. Yəni 288-in demək ki, içində 4x, 4 vur 8, 32 qram H2, 32 vur 8, 256 qram O2 var. Toplayanda 288 edir. Bəli. İndi ilkin qaz qarışığında neçə qram oksigen olduğunu hesablayın deyir. Baxın, bizim ilkin qaz qarışığımız 64 qram idi. İçində H2 və O2 var idi. Bura gətirib 7 mol, yəni 224 qram oksigen əlavə ediblər. 224, 2-nin biri çox gedir. Oksigen əlavə ediblər. Yəni biz sonda tapdığımız hidrogen ki var 32 qram. Deməli əvvəlki qarışıqda da 32 qram imiş. Çünki 64-ün üstünə oksigen əlavə olunub. Hidrogen əlavə olunmayıb ki. Hidrogen əvvəldə nədirsə sonda da odur. Onda 64-ün içində 32 qram hidrogen varsa 32 qram da oksigen var imiş. İlkin qaz qarışığında neçə qram oksigen olduğu 32 qram. Alınan qaz qarışığında qazların ümumi mol miqdarını hesablayın. Molca ümumi mol miqdarı deyir. Baxın, ümumi mol miqdarı 3x-dir. 3-ü də 8-ə vursaq, x-də 8 tapmışıq. 24 mol eləyəcək. 24 mol. Gəlin indi ilkin dediyim məsələyə baxaq. Bu qarışıqda 32 qram hidrogen var, yəni 16 mol hidrogen var. 32 qram, yəni 1 mol da oksigen var. Baxın, 16 mol hidrogenin içindən 2 mol hidrogen ilə 1 mol oksigenin yaratdığı bir qarışıq ki var. Bu da guruldayıcı qazdır. Yəni, bəli, təbii ki, burada hidrogen çoxdur. Amma bu qarışığın da içində guruldayıcı qaz qarışıq tərkibi var.
Bəli. Gəldik 14-cü suala. Bura niyə silinmədi? Natrium hidrid m qram, kalsiumda m qram. Artıq miqdar su ilə alınan hidrogenin ümumi mol 1,6 m əmələ gələndir. Deməli, natrium hidrid eyni kütləli natrium hidridlə kalsium su ilə alınan hidrogenin ümumi mol miqdarını hesablayaq. Bunu sxem quraraq da eləyə bilərdim, amma ətraflı yazıya görə bütün yazıram. Yenə deyirəm. Kalsium. Reaksiya tənliklərimiz bu şəkildə olacaq. İndi bunların kütlələri eynidir. M qramdır. Fərz edək ki, A mol natrium hidrid, B molda kalsium götürmüşəm. Natrium hidridin emeri 24'dür. Kalsiumun emeri 40'dır. A mol natrium hidrid olacaq 24A qram. B mol kalsiumun kütləsi olacaq 40B qram. İndi baxın. Bunlar da M-də, 24A da M-ə bərabərdir, 40B də M-ə bərabərdir. Bunu da bilirik. 24 qram natrium hidriddən 1 mol hidrogen alınır. 24A qramdan A mol alınacaq. 40 qram kalsiumdan 1 mol hidrogen alınır. 40B'dən də B mol alınacaq. Demək ki, A plus B 1,6'ya bərabərdir. A üstə gəl B bərabərdir 1,6. 24A da 40B'yə bərabərdir. Buradan B'ni tapsaq, B bərabərdir 24 böl 40. 0,6 A eləyir. Aparıb B'nin qiymətini burada yerinə qoysaq, A üstə gəl 0,6 A bərabərdir 1,6. A bərabərdir 1 eləyir. Deməli, natrium hidrid 1 mol imiş. Natrium hidrid 1 mol imiş. M-i hesablasaq, M-i də hesablayanda A-nın qiymətini burada yerinə qoysaq, M 24 çıxacaq. Natrium hidroksidin molunu istəyir, kütləsini istəyir. 24 qramla 40 qram alınır. A 1 idisə, 24'ü 1'ə vuranda elə 24 qram eləyəcək. Deməli, elə 40 qram alınacaq. Cavab 40 olacaq. İkinci cavab 40. Sonra 15. Oksigen laboratoriyada alınmış sularından biri aşağıdakı kimidir. Kalium permanganatın parçalanması. Baş verən reaksiya tənliyini yazın və əmsallaşdırın. KMNO4 parçalasaq. Kalium 2 MnO4, MnO2 və O2. Bura bir də inkişafdıq. Reagent və məhsulların sayına görə reaksiyanın növü parçalanma. Oksidləşmə məhsulun kimyəvi formulu. Oksidləşmə məhsulu dərəcə artma məhsuludur. Dərəcə artma da burada olur. Təbii ki, oksigndə -2-dən 0-a gəlir. Oksidləşmə məhsulu O2-dir. Eyni reaksiya tənliyi 16-cı sualda. Bunu bir də buradan gətirək aşağı. Bəli. Belə. Oksigen də burada. Bəli. Deməli, duz. Reaksiya nəticəsində alınan duz M qram. Alınan duzumuz budur. Oksidimiz M-11. Oksigen də N qram. N'in qiymətini hesablayın. Kalium 2 MnO4. Bunu hesablamaq lazım. 78 üstə 55. 78 üstə 55 üstə gəlsin 60'dır. 197. Bura 55 üstə 32. 87. Burada oksijende 32. M-11. Buradakı fərqi mən görə bilirəm. 11 qram fərq. Buradakı fərqi də görə bilirəm. Deməli. Bu 197 deyib, 177 yazmışım. Buradakı fərq 110 qramdır. İndi buranki bilirəm. Baxın. Buranki bilirəm. Hər şey bilirəm deməkdir. Yəni nisbətlə mən bunları, M-ləri də, N-ləri də tapa bilərəm.
Belə bir tənasüb quram. 11 fərqdə m qram tam reaksiya girir, 110-da 197. 10 dəfə azalıbsa, 10 dəfə. Demək 197 ilə 10-a bölsəm m eləyər 19.7. Sonra n-i tapsam. 110-da 32 qram oksigen reaksiyada alınırsa, 11-də də 3.2 olacaq. 10 dəfə az. Sonra 17. Sınaq şüşəsində 17 qram natrium nitrat qızdırılır. Nano 3 qızdırılır. Qızdırdıq. Nano 2. Üstə gəl o 2. İkilərimizi yazdı. Reaksiyadan sonra sınaq şüşəsində 14-16 qram bərk qalır. Duzun neçə faizin parçalandı və alınan qazın normal şərait həcminin litrdə hesablanır. İlkin ilə son arasındakı fərq bərk qalığın kütlə azalmasıdır. 17 çıxılsın 14.6. 17 çıxılsın 14.6. Bu edir 2.4. Deməli, bərk kütlə azalması 2.4 qramdır. Baxıram. Bərk, qaz. İlkin bərkdən son bərkin fərqi elə oksigen eləyər burada bizim üçün. 2.4 qram yazdım oksigenin üstünə. Bəs neçə qram natrium nitrat parçalanır? Bunu bilmirəm. 32 qram oksigen alındıqda isə 2 vur, natrium nitrat 85 olmalıdır. Bir də hesablayaq. 23 üstə 14 üstə 48, bəli 85. 2 vur 85-də isə 32. Bu 12 tam %75 qram parçalandığını göstərir. Yəni 17 qramdan 12 tam %75 qram parçalanır. 12 vergi 75-i bölürük 17-yə. Vuruq 100-ə. Neçə faizi dediyicə. Bu da 75% eləyir. Birincinin cavabı 75%. Alınan qazın normal şəraitdə həcmi. Alınan qaz oksigendir. Həcmini də hesablayaq. 2,4 qram alınıb x litr. 32 qram alınsaydı 22,4 litr olardı. 32 qram oksigen 1 moludur. Çünki normal şərait deyir də. Hə, deyir. Deməli, bir tam 168 litr. On 8-ci suala baxırıq. Oksidlər, sink oksid, mis2 oksid, ümumi kütlələri m qram, tam reaksiya sərf olunan hidrogen bu qədər, tam reduksiya alınan metalların ümumi kütləsi isə bu qədər. M və reaksiya nəticəsində alınan suyun kütləsini qramla hesablayın. Sink oksid hidrogenlə bəli reduksiya olunur. Səhv vermirsə bundan əvvəlki testdə nəyi vermişlər? Magnezium idi. O magnezium biraz problemli ola bilərdi. Deməli, ümumi kütlə m qramdır, amma təbii ki, biz bunun üstünə m qramı hələ yazmırıq. Tam reduksiyada alınan metalların ümumi kütlələri 6,45-dir. Gəlin, hidrogenin birinə A mol deyək, A mol, birinə B mol. A moldan 1 mol olduqda, baxın, belə eləyəcəm, 1 molda 65 qram alınır, 18 qram. Bu 1 mol olduqda 64 qram. Bu da 18 qram. A molda 65A və 18B. B molda 64B və 18B. İndi, reaksiya sərf olunan hidrogen M-i də hesablayın deyir. Buranı da tapaq onda 80, 80B. Sink oksid neçə edir? 65 üstə 16. 81, 81A. Bəli. İndi 81A üstə gəlsin 80B, bu M-dir. Hidrogen molu birinə A, birinə B demişik. A plus B onda 1-dir. Bu reaksiya tam reduksiyasından alınan metalların ümumi kütlələri 65A üstə gəlsin 64B-də 6,45-dir. Buradan belə bir şey eləyə bilərik. Yuxarıda mən vururam fərzə 64-ə. 64A üstə gəlsin 64B bərabərdir 6,4. Yuxarıdan aşağını çıxıram sistemlə. A bərabərdir. Bunlar getdi. 0,05 mol. 0,5 mol.
İndi A-nın bu qiymətini burada qoysam 0,5 B, deməli B də 0,5-dir. Və nə istəyir? M hesablayın deyir. M hesablayaq da. M 81A 80B'dir. 81 vurulsun %5. Üstə gəlsin 80 vurulsun %5. Bu da 81 ilə 80-i toplayıb %5'ə vura bilərik və ya 20-yə bölə bilərik. Bu 8,05 eləyir. Alınan suyun kütləsi 18A. 18 vurulsun %5. 18A 18A 18B idi. Elə 18-i vurarıq nəyə? A plus B-yə. Yəni 18-i vuraraq A plus B-də 0,1-dir. 0,1-ə bu da eləyir 1,8 qram. Su da 1,8. M bu, su da bu. Son iki sual qaldı. 40-cı sual deyirəm. 19-cu sualda oksigeni keçiriblər rezonatordan belə bir var. Oksigen OH qarşılığı. Bu demək ki, oksigen tam reaksiya daxil olmayıb. Azalma ilə baxacağıq. Oksigen neçə faizin ozonlaşdığını, alınan qaz qarşılığında ozonun kütləsinin oksigen kütləsinin neçə dəfə çox olduğunu hesablayıb. O2-ni O3-dən keçirdikdə, ozonatordan keçirdikdə O3-ə çevrilir. 3 mol 2 mol alınır və 1 mol azalma var. 40-dansa 30-a gəlibsə 10 mol azalma var. Onda 10 mol azalma 10 dəfə çox. 20 mol deməli ozon alınıb. Və deməli oksigen burada tapmaq vacib deyil. Yox, vacibdir. Neçə faizin ozonlaşdığını istəyir. 30 mol deməli oksigen reaksiya daxil olur. Deməli 40 mol O2-dən 30 molu reaksiyaya daxil olub. Demək ki 10 molu artıq qalıb. 10 molda, yox, 20 molda O3 alınıb. Mənzərə bu. Neçə faiz oksigen ozonlaşdığını istəyin, yəni reaksiya sərf olunduğu. 30'u daxil olub 40-dan vur 100, 75%. Alınan qaz qarşılığında ozonun kütləsinin oksigen kütləsindən neçə dəfə çox olduğunu hesablayın. Alınan qaz qarşılığı 10 mol O2-dir bu. Bunun kütləsi 10 vur 32. Verir 320 qram O2. Ozonun kütləsi 20 vur O3 48. Bu da eləyir 960 qram. 960-dan da 320-ni çıxsaq, çıxın da burada 40. 9'dan 6, 9'dan 3, 640 qram çox. Hara getdi? Bax, çox. Neçə dəfə çox? Fərqini istəmirmiş, baxın. Dəfə deyir. 960 bölünsün 320. 3 dəfə. 20-ci sual. 10 mol hidrogen 10 mol oksigendən ibarət qaz qarşısında baş verən reaksiya nəticəsində oksigen 40% reaksiya daxil olur. Yəni 10 mol oksigendən 4 mol reaksiya girir də. 2H2 plus O2-dir reaksiyamız. Standart 2H2O. Deməli 10 moldan 40%, 4 mol oksigen reaksiya daxil olub. Reaksiya nəticəsində alınan suyun kütləsini hesablayaq qramla. 1 moldan 36 alınırsa 4 moldan 4 vur 36. 144 qram. Reaksiya daxil olmayan qazların ümumi mol miqdarını hesablayın. Bunu da hesablayaq da. Deməli 4 mol oksigen daxil olub. 1 mol oksigendən 2 mol ozon hidrogen reaksiya daxil olur. 4 moldan da 8 mol daxil olur. Deməli 8 mol hidrogen 4 mol oksigen reaksiya daxil olub. Yəni 12 mol daxil olma var. Daxil olub. Reaksiyaya neçə moldan? Cəmi 20 moldur. Daxil olmayan istəyir 20 çıx 12, 8 mol. No. Reaksiyaya daxil olmayıb. Bu da sonuncu sualın izahı. Bu qədər. Sağ olun.